Hörmətli izləyicilər, A-Marketdən hər birinizi salamlayırıq. Bugün sizinlə günləş bazar analizini paylaşacaq. İlk öncə dollar indeksinə nəzər salaq. Diqqət etirsəniz, texniki analiz nöqteyi nəzərindən dollar indeksi 30 sentyabrdan etibarən bir mənada range içərisində ticarət olunurdu. Çünki nə birinci müqavimət səviyyəsi qırılıb onun üzərində bağlanırdı, nə də birinci dəstək səviyyəsi qırılıb qiymət onun altında bağlanırdı. Range içərisində ticarət olunurdu. Lakin bugün etibarilə dollar indeksi bugünün birinci müqavimət səviyyəsini, hətta ikinci müqavimət səviyyəsini belə qırmış oldu. Dollar indeksi bugün ərzində birinci müqavimət səviyyəsi olan 97.512 səviyyəsinin üzərində bağlanarsa, biz dollar indeksində yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Fundamental analiz nöqteyi nəzərindən isə keçən həftə Amerikada xidmət sektorunda olan PMI göstəricilərinin müsbət açıqlanması bir mənada dollara yuxarı yönlü dəstək vermiş oldu. Əlavə olaraq bu həftə investorların Amerikadan gözlədiyi iki vacib xəbər vardır. Onlardan birisi FOMC-nin, yəni Federal Ehtiyatların bir öncəki görüşünün protokolları açıqlanacaq. Həmin protokollarda biz bir mənada Federal Ehtiyatların növbəti görüşlərdə faiz dərəcəsini aşağı salma ehtimalının necə olacağını bir mənada görəcəyik. Əlavə olaraq da bu həftə həmçinin Amerikadan əmək bazarı ilə bağlı göstəricilər açıqlanmış olacaq. Ümumi işçi səviyyəsinin 4.3% olacağı, non-farm payrolls, yəni qeyri-kənd təsərrüfatı sahəsində yaradılan yeni iş yerlərinin sayının isə 53 min olacağı proqnoz edilir. Əgər göstəricilər gözləntilərin altında qalarsa, bu zaman biz dollar indeksinin aşağı yönlü korreksiya, yox əgər gözləntilərdən yuxarı olarsa nəticələr, bir mənada biz dollar indeksində yüksəlişin davam edəcəyini fundamental analiz nöqteyi nəzərindən də proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz avro-dollar valyuta cütlüyüdür. Avro-dollar valyuta cütlüyü də 30 sentyabrdan etibarən olan range ticarətini aşağı yönlü qırmış oldu və bugünün birinci dəstək səviyyəsi olan 1.17185 səviyyəsi qırılmış oldu və avro-dollar valyuta cütlüyü həmin səviyyənin altına bağlanarsa, biz valyuta cütlüyündə aşağı yönlü enişin davam edəcəyini proqnoz edə bilərik. Xüsusilə keçən həftə Avrozonada ümumi işsizlik səviyyəsinin 6.3% açıqlanması, həmçinin inflyasiyanın 2.2%, yəni dəyişməz olaraq qalması bir mənada avro-dollar valyuta cütlüyünə aşağı yönlü təzyiq edən faktorlardır. Ümumi fonda, yəni makro səviyyədə baxdıqda isə hörmətli izləyicilər, avro-dollar valyuta cütlüyünün yüksəlməsi bir mənada dolların ucuzlaşmasından dolayı idi. Əgər dollarda müəyyən mənada yuxarı yönlü yüksəliş trendi başlayarsa, biz avro-dolların yenidən ucuzlaşacağını proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz GBP-USD valyuta cütlüyüdür. GBP-USD valyuta cütlüyü 2 oktyabrdan etibarən range içərisində ticarət olunur və bu gündə də diqqət etirsəniz birinci dəstək səviyyəsi olan 1.34 435 səviyyəsi qırılıb, lakin qiymət hələ onun üzərində davam edir. Gün ərzində nə qədər ki birinci dəstək səviyyəsi qırılıb, qiymət onun altında bağlanmazsa, bu səviyyənin altına bağlanmazsa, biz hələlik GBP-USD-də range ticarətinin davam edəcəyini proqnoz edə bilərik. Xüsusilə keçən həftə İngiltərədə açıqlanan ümumi daxili məhsulun, yəni GDP-nin ikinci rübütün 1.4% artması GDP-yə yuxarı yönlü dəstək verən faktorlardan birisi oldu. Və qeyd etdiyimiz kimi bu həftə eyni zamanda Amerikadan açıqlanacaq əmək bazarı ilə bağlı göstəricilər də GDP-nin istiqamətini təyin etməkdə kömək edəcəkdir. Və qeyd etdiyimiz kimi, nə qədər ki, bugünün birinci müqavimət səviyyəsi və yaxud da dəstək səviyyəsi qırılıb, qiymət həmin səviyyənin altında və yaxud da ki, müqavimət səviyyəsinin üzərində bağlanmazsa, biz hələlik GBP-USD-də range ticarətinin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz Avstraliya dolları və Amerika dolları valyuta cütlüyüdür. Keçən həftə Avstraliya Mərkəzi Bankı faiz dərəcəsini 3.60% səviyyəsində, yəni dəyişməz olaraq saxlamış oldu və bununla da bir mənada AUD-USD valyuta cütlüyü range ticarətinə daxil olmuş oldu və diqqət etirsəniz 1 oktyabrdan bəri bir mənada AUD-USD range içərisində ticarət olunur və bu gün içərisində nə qədər ki bugünün birinci müqavimət səviyyəsi olan 1.66-146 səviyyəsi qırılıb, onun üzərində bağlanmasa və yaxud da bugünün birinci dəstək səviyyəsi qırılıb, 0.65-895 səviyyəsi qırılıb, onun altına bağlanmazsa, biz AUD-USD-də hələlik range ticarətinin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər,
Digər maliyyələtimiz qızıldır və qızıl artıq yeni rekordunu bir mənada təzələmiş oldu və 3900 dollar səviyyəsinə qədər bağlaşmış oldu. Ümumi səviyyədə baxdıqda bildiyimiz kimi makro səviyyədə qızılda yüksəliş trendi davam edirdi və xüsusilə texniki analiz nöqteyi nəzərindən diqqət etirsəniz 26 sentyabrda qızılın qiyməti həmin günün birinci müqavimət səviyyəsinin üzərində bağlamışdı və həmin tarixdən etibarən qızıl ancaq yüksələn trendlə davam edib və bu gün ərzində də nə qədər ki bu günün birinci müqavimət səviyyəsi olan 3906 dolların altında bağlanmazsa biz qızılda yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Bir öncəki analizlərimizdə qeyd etmişdik ki, qızılın qiymətinin 4000 dollara çatacağı proqnoz edilir ki, artıq qızılın qiymətinin 4000 dollara qədər yüksəlməsinə sadəcə 65 dollar qalıb və nə qədər ki dünyada qlobal inflyasiya gözləntiləri yüksəkdir, biz qızılda hələlik yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Bu baxımdan qızılda olan hər aşağı yönlü korreksiya əslində alış üçün böyük fürsətlər vermiş olur. Hörmətli izləyicilər, bir digər maliyyələtimiz S&P 500 indeksidir. S&P 500 indeksində olan aşağı yönlü korreksiya, diqqət etirsəniz, bir mənada 26 sentyabrda həmin günün birinci müqavimət səviyyəsinin qırılması və qiymətin onun üzərində bağlanması ilə başa çatmış oldu və yenidən S&P 500 indeksi yüksəliş trendinə başlamış oldu və gün ərzində nə qədər ki S&P 500 indeksi bu günün birinci dəstək səviyyəsi olan 6695 dollar səviyyəsi qırılıb onun altına bağlanmazsa, biz hələlik S&P 500 indeksində yuxarı yönlü yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Lakin bu həftə Amerikadan açıqlanacaq əmək bazarı ilə bağlı göstəricilər bir mənada S&P 500-ün istiqamətinə ciddi təsir edə bilər. Çünki əgər əmək bazarında müsbət tendensiya olarsa, yəni işsizlik səviyyəsi aşağı düşərsə, federal ehtiyatların faiz dərəcəsini aşağı salma ehtimalı azala bilər və bu da bir mənada dollar indeksinin bağlaşmasına və həmçinin S&P 500 indeksinin aşağı yönlü korreksiya etməsinə səbəb ola bilər. Nə qədər ki, ümumiyyətlə federal ehtiyatların faiz dərəcəsini aşağı salacağı, yəni bazarda likvidliyin artacağı ehtimalları yüksəkdirsə, biz hələlik S&P 500 indeksində yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bugün sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.